Bu, həyatı yaşamağa davam etməkdir. Bu isə nəfəs alıb verməkdir. Bəs yaxşı, fərqi nədir? Həyata davam etmək, yapdığınız ya da daha öncədən var olan yaşama motivasiyası ilə hərəkət etmək, nələrəsə nail olmağa çalışmaq və yaxşı şeylərin olacağına dair inancı itirməməkdir. Sadəcə nəfəs alıb verməyə gəldikdə artıq niyə görə yaşadığını xatırlaya bilməmək, motivasiyasını itirmək, həyatda yaxşı şeylərin ola biləcəyinə dair inancın yox olması, keçmişə baxanda sadəcə pis şeyləri xatırlamaq, gələcəyi düşündükdə isə sadəcə ümidsiz düşüncələr içərisinə girmək, özündən, başqalarından ya da həyatdan heç bir gözləntinin olmaması və beləcə hər səhər yuxudan oyanıb gecə yatana qədər sadəcə boşuna zaman keçirməkdir. Tarix boyunca buna müxtəlif adlar qoyulmuşdur. Melanxoliya, ümidsizlik xəstəliyi, varoluşsal kriz və ya depressiya. Bu halı yaşayan insanların ən böyük özəllikləri beyinlərinin hər şeyi mənfi yozacaq istiqamətdə formalaşmasıdır. Yəni, bu insanlar artıq həyatlarında baş verən heç bir yaxşı şeyi görmürlər və sadəcə pis şeylərə fokuslanırlar. Buna zehni filtr deyirik. Yaxşı şeylərdən danışdıqda o sayılmaz, onlar onsuz da adi şeylərdir deyirlər, amma həyatlarındakı pis şeylərə fokuslanırlar. Keçmişləri ilə bağlı sadəcə pis şeylər düşünürlər və onlara hətta xatırlatsanız belə ki, keçmişdə yaxşı şeylər olmuşdu, sizə deyəcəklər ki, əşi, o elə belə şeydir, əsas odur ki, mən həmişə bədbəxt olmuşam. Gələcəkdə yaxşı şeylər ola bilər desəz, yox ola bilməz, mənim həyatımda belə şeylər olmur deyə, sanki gələcəyi görmə bacarıqları varmış kimi danışacaqlar. Çünki bu və ya digər səbəbdən dolayı bir dəfə beyinləri buna öyrəşib, ətrafdakı hər şeyi, baş verən hər şeyi pisə yozmağa, olduğundan daha çox dramatikləşdirməyə, fəlakətləşdirməyə və yaxşı şeylərə görməməyə. Bəli, bu cür insanlarda beyin əslində bir növ filtr yaradır və bu filtr yaxşı şeyləri saxlayır, sadəcə pis şeyləri sənin şuuruna gətirir. Və nəticədə onların zehinlərində reallığın təhrif olunmuş və sadəcə pisliklərdən ibarət olan bir forması yaranır. Aparılan araşdırmalar depressiyada olan insanların bir çox atalar sözlərinin mənasını düzgün anlamadıqlarını göstərir. Bu da həmin insanların reallıq qavrayışının nə qədər pozulduğunu bizə göstərir. Bəs bu halda nə etmək lazımdır? Təbii ki, professional kömək almaq hər zaman birinci seçimdir. Psixoloqa gedəcəksiniz, psixiatra gedəcəksiniz və psixoloji sağlamlığınız istiqamətində həqiqətən canı könüldən çalışmağa başlayacaqsınız. Bilirəm, belə halda olarkən insana gəlir ki, heç bir şeyin faydası yoxdur və o heç nə bacara bilməyəcək, heç nə ona kömək edə bilməyəcək və psixoloqlara da inanmıram, psixiatrlara da inanmıram, heç kimə inanmıram tipli düşüncələri olur. Amma bir yoxlayın. Yaxşı olmanız üçün əlinizdən gələni edin, inanın ki, bir yolu olacaq.